Şirdəki qızın atası Zakir kişi nə vəziyyətdeydi, adam ürəyi ağrıyırdı, göndərdim bunu klinikalardan birinə. Bir nəfəri özəl klinikalardan birinə göndərdim. Kardioloq baxıb deyib ki, dərhal ancı olunmalıdır, vəziyyəti ağırdı. İş günü deyildi, dövlət xəstəxanasına göndərmək mümkün olmayıb. Təsəvvür edin, adamın vəziyyəti pisdir, amma özəl klinika prosesi edə bilmir. Yalnız təbibin icazə verdiyi özəl xəstəxanalarda ola bilər. Nə üçün? Bugün TV xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayət qızı yayımladığı video açıqlamada deyib. İnsanların icbari tibbi sığortadan yararlandığı halda qarşılaşdığı problemlərdən danışıb. Təbbə müraciət edən Xoşqədəm bunları deyib. Dövlət sığortanı xalqın rifahı üçün edib. Bugün icbari tibbi sığortanın köməkliyi ilə imkansız, çarəsiz insanlar xəstəxanaya gedib əməliyyat elətdirir. Maraq nədir ki, özəl klinikalarda bunu etdirmək mümkün deyil? Yaxud da mümkün olanın icazəsini siz verirsiniz. Nə üçün mən gedib özəl klinikada hüququmdan istifadə edə bilmirəm? Axı dövlət şərait yaradıb. Aparıcı Türkiyədə sığorta ilə müayinənin daha asan olduğunu vurğulayıb. Mən doğuş və uşaqlarımın Türkiyədə sığortamız var. Gedir istənilən özəl klinikaya yaxınlaşırıq, həmən hüququmuzdan yararlanırıq. Niyə Azərbaycanda bu mümkün deyil? Niyə gedirsən deyirlər, gözlə dövlət xəstəxanasına gedəcəksən. İnsanın öləndən sonra növbəsi çatacaq? Təbibdən sualıma cavab verməsini istəyirəm. Nə üçün dövlət xəstəxanalarında sıra gözləməliyik? Hüsniyə Salmanova, Bugün TV. Verə bilərsiniz. Bu necə olur? Niyə mən şəxsiyyət vəsiqəmi götürüb, gedib istənilən bir klinikada, özəl klinikada hüququmdan istifadə edə bilmirəm? Niyə? Niyə görə? Niyə mən hüququmdan istifadə edə bilməyim? Axı mənim dövlətim mənə bu şəraiti yaradıbdır. Adam qaldı o ürəyi o vəziyyətdə. Biz gözləməliyik. İndi siz təsəvvür edin, dövlət xəstəxanalarında da icbari sığorta ilə o əməliyyata girən, müalicə olunacaq nə qədər insan var növbədə? Nə qədər insan növbədə dayanıbdır? Niyə insanların işini siz çətinə salırsınız ki? Pulu siz vermirsiniz ki, bu şəraiti bizə dövlət yaradıbdır. Siz belə bir qaydanı nəyə əsasən, nəyi səbəb bilib edirsiniz? Bu qaydanı niyə qoymursunuz? Niyə insanlar həmən bu icbari sığorta ilə istənilən özəl klinikaya gedib şəxsiyyət vəsiqəsini verib yararlana bilməzlər? Məqsəd nədir? Bu icazə verilməmənin arxasında nə dayanır? Niyə insan gedib dövlət xəstəxanasında aylarla növbədə dayanmalıdır? Ki, mənim növbəm nə vaxt çatacaq? Əgər özəl klinikalarda bunu etmək mümkündürsə, mənim ailəm, yəni Doğuş bəy və mənim uşaqlarım, icbari sığortamız var Türkiyədə, bizim də var o sığortada. Biz gedirik, məsələn, bu şəkildədir, istənilən özəl klinikaya gedirik, həmən belə deyək, hüququmuzla biz gedib yararlanırıq. Niyə Azərbaycanda bu mümkün deyil? Nədir? Niyə siz bizi təbib deyir ki, sən get və ya bir başqası desin ki, gözdə dövlət xəstəxanasına gedəcəksən? Axı o dövlət xəstəxanasında insanlar növbədə dayanır. Nə vaxt onların növbəsi çatacaqdır? Öldükdən sonra o əməliyyata növbəsi çatacaq. Yəni, inanın mənə ki, mənim ürəyim partlayırdı. Bunu mən mütləq deməliydim. Ona görə də bugün sizlərə səslənirəm. Bunu paylaşın, təbib mənim sualıma cavab versin ki, niyə görə biz növbədə dövlət xəstəxanalarında gözləməliyik? Niyə görə özəl klinikaları belə müəyyən etdiklərinizə gedə bilər? Niyə digər özəl klinikalardan şəxsiyyət vəsiqəmi götürüb bu hüququmdan istifadə edə bilmirəm? Bunu bilmək istəyirəm.